qışa qədər hələ bu komandada çox rotasiyalara gedəcək. Qışdan sonra Sabah komandasında bu rejimlə davam edəcəyi təqdirdə, 3-cü, 4-cü, 5-ci pillərdə gedib gedəcəyi təqdirdə, qışdan sonra o tamamilə bu komandada kimlər mənim üçün əsas fiqurdur, obrazı və qışda da ola bilsin hansısa futbolçular gəlsin. Çünki harada çatışmazlıq var, müdafiə mərkəzində ora bir oyuncu gətirək və ya bu mövqeyə daha yaxşı. Məsələn, Letiç yoxdur artıq. Demək olar ki, Letiç komandaya demək olar ki, yox. Silinib həqiqətən. Rəhman orada oynayır bəzən müdafiə mərkəzində oynayır, orada başqa adla oynayırlar, amma yeni gələn Puxac oynayır orada indi komandaya. Yəni Polşalı futbolçu Timotej Puxac. Yəni o da çox yaxşı oyuncudur. Hələ ki tam özünü göstərə Araz Naxçıvanla bir epizodu var idi. Tək başına gəldi. Orada mən düşündüm ki, Azərbaycan çempionatında elə bir sol cinah müdafiəçi kim var? Məsələn, bəlkə Elvin Cəfərquliyev. O anda rəqibi aldırıb çəksin sol ayağı, yaxşı bir zərbə endirsin. O daha yaxşı görə biləcəksən o futbolçunu, yaxşı karyerası var. Yəni mən Sabahla bağlı Azərbaycan çempionatında bəzən qeyd olunur ki, Qarabağ Sabahı məğlub edəcək, rahat qayıdacaq. Mən düşünürəm ki, o oyun dekabrın 18-idir və o oyuna hələ 2 aya yaxın vaxt var, ay yarım var. O müddətə qədər Dambrauskas komandadakı o çətinlikləri, çatışmazlıqları aradan qaldırıb futbolçular formaya düşərsə əgər, Azərbaycan çempionatında Qarabağdan sonra ən yüksək inkişaf tempi olacaq komanda Sabah, çünki heyəti çox yaradıcı futbolçulardan olur. İmkanlar genişdir. Yəni məhcə qalıb burada. Yəni biz Samir Abbasova dedi ya ki, yəni bu komandada artıq daşlar yerinə oturur, sadəcə məhcə işinə ehtiyac var. Məncə Dambrauskas Abbasovla müqayisədə daha sürətli çatacaq o şeyə, istədiyi komandanı formalaşdırmaq mərhələsinə. Ola bilər Neftçidə. Resurslara daha geniş olana və komanda oturuşmuş heyəti daha... Hal-hazırda Dambrauskas sadəcə yoxlayır. Bu futbolçu, bu futbol... Sabahları o artıq o lazımı əsas heyəti müəyyənləşdirəndən sonra, məsələn, bəlkə Maludov gəlib tutacaq əsas heyətdə yerini. Və şansları da kifayət bəlkə Simic, ona görə də məcburdur Sekidikada, Parisdə, Şafrankoda, hətta Mikelsdə daha çox versinlər ki, o komanda əsas heyətə düşsünlər. Yoxsa Velko, Simiclə Malda bir-birlərini daha yaxşı tamamlayırlar. Gördən odur.